Paytaxtda 44 yaşlı kişi qətlə yetirilib, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Əməkdaşlarımız qətlin təfərrüatlarını öyrəniblər, izləyək. yaşlı İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirilib və elə o hadisə yerində dünyasını dəyişib. Şübhəli qismində oğlu 19 yaşlı Ayxan Vəlizadə saxlanılıb. İlkin məlumata görə hadisəyə səbəb ailə daxili münaqişə olub. Hadisə axşam saatlarında paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük safxozundakı fərdi yaşayış evində qeydə alınıb. İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub. Qonşuların dediyinə görə ana Səadət Vəlizadə də hadisənin qarşısını almaq istəyəndə sağ əlindən bıçaq, boynundan əzilmiş xəsarətlər alıb. Yaralı Sabunçu tibb mərkəzinə yerləşdirilib. Təzə köçüb bura. 4-5 ay olardı. Dedilər kombi ustasıdır, kombi düzəldir. Çılğın zat, səs, küy, belə də heç nə görməmişəm. Bir elə əlaqəmiz yoxdur, təzə gəliblər. Sakit ailə oxşuyurdular, nə yapın. Dedilər narkomandır. Bir evdə 9 nəfər yaşayır. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Günəş Rızayeva, Diana Cəlali, Zəhrə Bəhruz qızı, Space xəbər.